Selamun aleyküm kardeşler. Möminlərin əmiri Həzrəti Əli əleyhissalam günlərin bir günü görür ki, bir nəfər oturub dünyanı məzəmmət eləyir. Yəni dünyanı pisləyir. Bəzən biz də dünyadan şikayətlənirik, deyirik ki, dünya məni aldatdı, dünya məni tələyə saldı, tora saldı filan. Görür ki, bir nəfər oturub dünyanı məzəmmət eləyir. Əli əleyhissalam gəlir ona deyir ki, ey dünyanı məzəmmət eləyən, dünya səni aldatdı, ya sən ona aldandın? Dünya səni necə aldada bilər? Dünya bütün eyblərini, bütün xüsusiyyətlərini, bütün sifətlərini sənə nə eləyib? Nişan verib, sənə özünü tanıtdırıb. Əvvəldən sənə deyib ki, mən müvəqqəti bir məkanam. Mən əbədiyyət yurdu deyiləm. Əli əleyhissalam davamında deyir ki, axı o sənə öz doğmalarının, əzizlərinin, atanın, ananın qəbrini göstərdi. Ki, onları öz əlinlə dəfn elədin. Bunların hamısını sənə göstərdi. Ən doğman, ən yaxının ağır xəstəliyə tutuldu. Sən qapı-qapı əlac üçün gəzirdin, müalicə axtarırdın. Bir-bir onlar sənin əlindən çıxdılar. Sən onları sağalda bilmədin. Dünya bunların hamısını sənə göstərdi. Sənə bunu çatdırmaq istədi ki, mən əbədiyyət yurdu deyiləm. Mən müvəqqəti məkanam, mən faniyəm. Sən məndə əbədi olaraq qalmayacaqsan. Sən bir gün gedəcəksən. Sən məndən istifadə edib əbədiyyət yurdunu qazan. Əli əleyhissalam davamında buyurur ki, bu dünya abidlərin, ariflərin səcdə etdiyi yerdir, ticarət etdiyi yerdir. Onlar bu fani dünyadan istifadə elədilər, faydalandılar, əbədi həyatı qazandılar. Bəziləri dünyadan bu cür istifadə edir. Çünki dünya hamımıza özünü tanıtdırır olduğu kimi, heç vaxtı pərdə çəkmir öz üstündən, gizlətmir pərdə altında öz eyblərini. Öz eyblərini açıq-aşkar qoyub, hamımıza özünü tanıtdırır ki, mən belə bir məkanam, mən belə bir yerəm. Amma bəziləri nə edirlər? Özləri öz xəyalında dünyanı fani deyil, dünyanı özünü bizə tanıtdırdığı kimi deyil, öz aləmində dünyanı əbədiyyət yurdu kimi bilirlər. Deyirlər, bəli, bura əbədiyyət yeridir. Baxmayaraq ki, dünya onların öz doğmalarının ölümünü, doğmalarının dəfn olunmasını, qəbrini göstərdi bunlara, xəstəliklərini göstərdi bunlara. Amma bunlar nə elədilər? Bunlar yenə də özlərini dünyayı aldatdılar. Nəinki dünya bunları aldatdı, özləri aldandılar. Ona görə də Həzrət Əli əleyhissalam nə deyir? Deyir ki, dünyanı məzəmmət eləməyə sənin haqqın yoxdur. Çünki dünya özünü bütün eybləri ilə, bütün xüsusiyyətləri ilə sizə nişan verib. Sənə özünü göstərib.